Nasıl değil? Bugün bu binaya daxil olarkən çox insanlar xatırladım. 32 yaşım var idi müharibə başlayanda. Kiçikdən böyüyə hamı əsgərlərimizin arxasında olduq. Biz gördüyümüz şeyləri siz görməyin. Müharibə çox dəhşətli bir şeydir. Həmin günlərə qayıtmaq mənim üçün o qədər də asan deyil. Həmin işgəncələri, yaşadığım işgəncələri yenidən xatırlayıb onları danışmaq o qədər də asan deyil. Bu çox çətin bir şeydir. Mən elə bir şeylər gördümşəm ki, o döyüşlərdə. Heç vaxt o mənim yadımdan çıxmaz. Nəyə görə çıxmaz? Kiminin cibindən övladının şəkli, kiminin cibindən övladının, nə bilim, proşkası, kiminin məktubu. Mən onları heç vaxt yadımdan çıxarda bilmərəm. Biz bir zamanlar küçədə, toyda, şənlikdə öz yaşıdlarımızla saz havasına oynayan bir uşaqlar idik. Hərdən mənə sual verirdilər müharibə və qadın. Bu çox ağır işdir. Qadın necə müharibəyə gedib, necə o soyuğa, aclığa, o şəhidlərə nə cür baxıb. Mən o zamanlar bir şeir yazmışdım. Məni vətən yetişdirdi. Anam doğdu bu dünyaya. İçimdəki vətən eşqi saldı məni bu sevdaya. Xəzər olub ləpələndim, araz olub qəhərləndim, sevgi olub kədər olub vətən boyu səpələndim. Şəhid gördüm, tabutuna sığışmayan, şəhid gördüm, torpaqlara qarışmayan, şəhid gördüm, ölüm ona yaraşmayan. Hardasan harayma cevap veriyor İlham. Əzizinem dağlar. Verdiz baş başa dağlar. Sizde oğul itirdim dönəsiz daşa dağlar. Suallar, itkiler her birimizi narahat elirdi. Ve analarımız gözü yaşlıydı, analarımız ayak üstəydi. Qanında, canında vətənpərvərliyi olan insan heç vaxt buna göz yuma bilməzdi. Və yuma da bilmədim. İlk döyüş yolum Ağdamdan başladı. Bu yol Şuşadan, Kəlbəcərdən, Ağdərədən, Füzulidən keçdi. Laçında başladım ben ilk dövüşümü.
Orada itkilərimiz olurdu. Məni ağlamaq tuturdu. Hamısı deyirdi ki, bacı ağlama. Mənim adımı Dəli Sənəm qoymuşdular. Ona görə ki, döyüş başlayanda mən demirəm qorxmurdum, qorxurdum. Uşaqları görüb ürəklənirdim. Hamısı mənim qardaşlarım, hamısı mənim dədələrim. Elə uşaqlar var idi ki, yalvarırdı yaralananda. Mən ağlayanda deyirdilər, bacı ağlama. Elə olurdu ki, tabutumuz olmurdu. Kişilər gedirdilər, kimlərinsə hasarlarını sökürdülər. Hasarları sökürdülər, o taxtalardan gətirdilər, bax, xəstəxananın həyətinə tabut düzəldirdilər. Elə oğlanlar şəhid olub gəlirdi ki, o oğlanlar o tabuta sığmırdılar. Yaralı əskər gəlirdi, biz ona yardım eləyirdik ki, sən qalmalısan. Deyirdi, siz nə danışırsınız, nəyə qalmalıyam mən? Yerdə bilirsiniz nələr var. Qolunu sarıyırdı, belə bükürdü, deyirdi, burada nə var ki? Vətən sağ olsun. Qayıdırdı, gedirdi döyüş bölgəsinə. Növbəti gün görürdük ki, o şəhid gəldi. Canım ay bala, diyarım ay bala. Sen dövüşen yerlerdeyim balam. Gelirdi, görürdün çürümüş meyitlerimiz var idi. Onların üstünden kurtlar düşürdü aşağı. Ben onu koymurdum ki o şehidin üstünden düşüp onu yaklamayın. Ne bileyim ne diyeyim ben. Artıq 18 yaşıma çatmışdım. Və o illərin Tarix 1991-ci il. Noyabr ayının 14-dən 15-nə keçən gecə vaxtı dəqiq deyim, 5-ə 20 dəqiqə işləmiş baş verdi. Yəni biz bir də onu hiss elədik ki, mühasirəyə alınmışıq bir tərəfdən. Bizim postda həmin vaxtı 11 nəfər idi. Onlardan 3-ü polis idi, qalanları könüllülər idi. Və sursatımız da elə çox yox idi. Əlimizdə 5 açılanlar, bir də AKS avtomatlar. Lakin düşmən bu 11 nəfərin üstünə bəlkə də 300 nəfərlə gəlmişdi. Ona görə ki, durduğumuz post strateji cəhətdən çox mühüm bir yüksəklik idi. Həmin yüksəkliyi alınırdısa, Cəbrayıl qalırdı ermənilərin ayağı altında. Ona görə də biz bunu canımız, qanımız bahasına qorumalı idik. Həsən Qayadan çağırış gəldi təcili yardım şöbəsinə ki, orada ermənilər nəsə atdılar, orada yanan əskərlər var. O əskərlərə kömək eləmək lazımdır, yardım eləmək lazımdır. İniltidən qulaq tutulurdu da. Gördüm bir dənə mavi gözlü oğlandı. O qədər diqqətlə bu mənə baxır, bu oğlan. Bunu belə bastım bağrıma. Mən bunu bağrıma basanda qüruruma sığışdırmadı bu ağlasın. Dedi ki, olar sizdə bir söz deyim. Dedim ki, buyur. Dedi ki, mənim anam bizi yetimçiliklə böyütübdür. Apararsınız, məni təhvil verərsiniz, amma mənim nişanlım var. O qıza adı da dedi, nişanlımın adı Vəfadır. Dedi ki, bir kəlmə dedi, əgər mən ölsəm deyərsən ki, sənin nişanlın qeyrət, anaların, bacılarının qeyrətini müdafiə elədi, vətən yolunda şəhid oldu, ağlamasın. Gəldiş xəstəxanaya çatmamış qucağımda dünyasını dəyişdi. Çöldə valideynin ah naləsi, içəridə şəhidlərimiz gəlir, gedir bir yandan, nə bilim, nə deyim, çox şeylər görmüşəm, amma Mənim sifətimdə, burnumda, çiynimdə, ayaqlarımda, ayağımın altında, hamısında yarıq, kəsik, sonra
çat yerləri var. Onların hamısı mənə Qarabağ müharibəsindən qalan fiziki ağrılardı. Amma məni mənəvi ağrılar daha çox sarsıdır. Ona görə ki, bizim nə kimi oğullarımız getdi. Elə oğullarımız var idi ki, onlar əllərində silah olmasa da, könüllü kimi gəlib orada polislərimizlə bərabər hər gecəni səhər kimi postlarda dururdular. Ondan sonra da onların o vəhşicəsinə bizim meyitlərimizi yandırmaqları mənə çox pis təsir elədi. Çünki məni bizimkilərə qaytarmayana qədər o şəhidlərimizi tapa bilmədilər yerini. Bir dəfə yaralıları gətirdilər. 18 nəfər yaralı idi, indiki kimi yadımdadır. Ağır yaralıları qoyduq cərrahi əməliyyat stollarına. İndi biz fikirləşirik ki, yerdəki yüngül yaralıdır. Bunların hamısını bir-bir öp-öp yaralarına baxıb, geçdim yuxarı, biri yapışdı mənim xalatına. Baxdım ki, bunun budunun parası yoxdur. Budun parası. Mən buna deyirəm ki, niyə səsini çıxartmırsan, səni qoyub? Deyir ki, mənim dostum məndən ağırdır. Mənim dostuma kömək edin, göstərir o birisini. Gedirəm ki, onun yarası daha azdır. Mənə işarə edir ki, mənə dəymə. Onun anası döyüşə gedəndə onu mənə əmanət eləyibdi. Hamı bilir ki, o vaxt Azərbaycanın ordusu yox idi. O qədər bizim silah sursatımız yox idi. Amma insanların qeyrəti vardı. İnsanların ürəyi vardı. Heç kəs bir qarış torpağını erməniyə vermək istəmirdi, düşmənə vermək istəmirdi. Amma nədən də verməli idi axı? Biz illər boyu öz ölkəmizdə onlara sığınacaq vermişdik. Nədən bugün onlar baş qaldırıb deməli idi ki, Qarabağ bizimdir? İki ay mühasirədə qalmışıq. Qaldıq, onda uşaqlar çox əziyyət çəkirdilər. Çörək tapırdılar, su tapırdılar. Elə olurdu ki, o da ələblə ötüşürdülər. Deyirdilər, evi yoxdur. Bu əziyyətdə biz 5-10 günlük olsa da biz qələbə çalmalıyıq. 2 ay mühasirədən sonra getdik. Səviyanı götürdük, yuxarı Pərəzanı götürdük, su arasını götürdük. Qızartı dağına qədər gedib çıxmışdıq. Canay balalar, canay itkin düşən balalar. Hamıza qurban olum, hamıza qurban olum. 1991-ci ilin noyabr ayının axır günləri idi. Yenə 215 kaylına baxırdıq efirdə. Çingiz Mustafayev elan verdi 215 kaylında ki, sabahları Şəhidlər Xiyabanından Qarabağa könüllülər gələcək. Kim gəlmək istəyirsə, hər kəs qəbul edirik. Həmən gün o çağırış yerinə gəldim. Avtobusda artıq hava qaralırdı, biz yol gəlirdik Ağdama doğru. Belə şüşədə öz əksimi gördüm. Sanki başqa bir insan baxırdı mən oradan. İçimdə qəribə bir sorğu-sual başladı ki, yəni sən hara gedirsən? 93-cü ilin artıq fevral ayıydı. Mehmanə kəndindəydik. Demək olar ki, qanlı döyüşlər gedirdi. Xəbər gəldi ki, bəs orada mühasirəyə düşüblər əskərlərimiz. Və onların cəsədləri orada qalıb getmək lazımdır. Ancaq heç kəsə məcbur etmirik də, hər kəs könüllü, kim istəyirsə. Çünki çox təhlükəlidir və özümüz də gedib orada həlak ola bilərik. Ancaq onları da gözləyən analar var. Biz o dərəyə endik və gəldik, şəhidlərimizi tapdıq. Üst-üstə qalamışdılar. Hiss olunurdu ki, yandırmağa cəhd ediblər cəsədləri. Hava soyuq olduğuna görə, şaxtalı olduğuna görə
cəsədlər yanmamışdı. 3-4 nəfərə bir şəhidimizi çıxartmaq çox zor olurdu. Yəni, həm fiziki cəhətdən çox çətindir, həm mənəvi cəhətdən, həm də ətrafdakı təhlükə. Amma içimdə bir qəribə bir duyğu var idi. Ki, gözü yolda qalacaq bir ananın ən azından şəhid evladının qəbrini qucaqlamaq bir təsəlli ola bilər. Mühasirəyə düşmüşdük. Artıq bədənimi demək olar ki, hiss eləmirdim də, çox soyuq idi. Gecənin qaranlığında sadəcə o səmaya baxırdım. Unutmaq istedim yer planetini, bu müharibəni, harada olduğumu. Bütün dünyaya üsyan eləmək istəyirdim. Ancaq bilirdim ki, səsim heç ara çıxmıyor, getməyəcək, çatmayacaq. Aydın məsələdir ki, Azərbaycan oğlu, Azərbaycanın qeyrətli oğlu imkan vermirdilər ki, biz o döyüşlərə girək. Və bizə qarşı çox kəskin etirazlar eləyirdi. Amma buna baxmayaraq, biz kənarda da qala bilmirdik axı. Biz gedib içərdə qala bilmirdik. Harda qala bilərdim? Mənim oğlum oradadırsa, mənim qardaşım oradadırsa, mənim qohumum oradadırsa, mən necə gedib qıraqda onun ölümünü gözləyə bilərdim, onun xəbərini mümkün deyildi. Mən sizə deyim ki, ən rahatı o döyüşün içində olmaq idi. Çünki hər şeyi gözündən görürdün. Necə lazımdır, o həyəcan daha ondan pis idi. Uf bala. Ne olar ilan cevap verenin kurban. Sen dövüşen günlerdeyim balam. Həm qardaşlarım, həm özüm müharibədə iştirak edirdik, həm atam. Balaca qardaşım şəhidlər xiyabanında dəfn olundu. Anam görəndə ki, məzara qoyulan evarisdir, görün abur həyyə baxın, belə yaylığını belə atdı, cəmaatın içində özünü sındırmadı. Çövürdü üzünü mənə ki, icazə verirsən bir ana naləsi. Anam belə başlayanda ki, analar yanar ağlar, dərdini sanar ağlar. Dönər göy-göyərçinə, daşlara qonar ağlar. Anam nətər nalə çəksə xiyabanda bir nəfər qalmadı. Böyük qardaşım da düz tər-tərdən trombona qədər döyüş yolu keçdi. Mən uşaqlarıma analıq eləmişim. O qızların nə saçlarını daramırdım, nə yedizdirmirdim. Dedim, qaçım uşaqlara baş çək. Uşaqlar necə sarmaşırdılar mənə, ana getmə, deyirdim. Qapı döynən kim deyirlər ki, yaralı gəlib, yoxsa şəhid gəlib. Uşaqlarımı görməyə getdim. Evə çatmışdım, gördüm zəng gəldi. Qaynanam Həcər xanım telefonunu götürəndə gördüm, bir dəfə belə dizinə vurdu. Dedim ki, Həcər xala, nəsə olub ədalət. Dedi, sən nə qara talihin var imiş, tez qaç ora. Elə gəldiyim maşınımda qayıtdım, gəldim ki, bu qədər yaralı gəlib. Gördüm ki, ədalət uzanıbdı. Gecə saat 3 idi, vəziyyəti çox pisləşdi. 3-cü dəfə qanımı götürdülər. Biraz elə bir 2 saat keçdi, biraz özünə gəldi, qayıtdı ki, görəsən trombonda vəziyyət nətər oldu, o yaralandığı yer. Dedim, hər şey əladır, dostlarım da buradadır. Belə ştativlərdən asırdılar da qanı. Başını belə qaldırdı, dedi ki, 3-cü dəfədir baxıram, kim bilsə elə bu gecə səhərə kimi qan verib. Paşayev yazılırdı butulkaların üstünə. Dedim, nə bilim, kim bilsə yəqin öz familiyamızdan bellədi. Sən mənə nətər anlada bilərsən? O sənsən. Sən bilmirsən ki, göy mənim axır günümdür burada. Niyə bu boyda zülmü çəkirsən? Gəldim, belə qucaqladım, başım qoydum. Dedi, sənə bir dənə şey deyirəm. Anam sənə əmanət, anam. Dedi, mən ölsəm, minlərlə mən var. Amma vətən əldən geçsə biz heç kimik. Deyin şəhidin qanı üstündə. Hər bir döyüşçünün cibində bir güllə olurdu. Əlavə bir güllə saxlayırdıq. Bəzi uşaqlar onu sapla, hətta boğazından asırdı. Ki, ələ düşəriksə, mütləq özümüzə qəsd eləyərdik. Və bilirsiniz ki,
Azərbaycanın bu müharibəsində belə insanlar çox olub. Məsələn, bizdə Qaratel öz-özünü atıb, Qazaxda. Sonra bizdə bir dəstə olub, qumbara ilə özlərini partladıblar, 6-7 nəfər ölüb. Belə insanlar çox olub. Belə döyüşçülərimiz, belə mərd insanlarımız çox olub. Bilirsiniz, onların əlinə düşüb təhqir olunmaqdansa, alçalmaqdansa ölüm daha yaxşı çıxış yolu idi. Müharibə bizdən birinci növbədə ən qoçaq mərd oğullarımızı aldı. Müharibə bizdən bizim dinç yaşayışımızı aldı. Sevincimizi aldı. Deməyimizi, gülməyimizi aldı. Biz hətta indi baxıram, ən şən olan bir yerə gedəndə də insanların bir gözü gülsə də bir gözü ağlayır. Biz gözümüz həmişə o itkiləri gəzir. Həmişə onları axtarırıq. Nənəm vaxtı bir nağıl danışmışdı. Böyle duman kimi hadisə xatirimdədir. Deyir, qədimdə insanlar yurt yeri salanda hamı yığışardı, bir ocaq qalayardı. Elin obanın ağsaqqalları o ocağa xeyir-dua verərdi. Və hər kəs o ocaqdan bir köz götürüb öz ocağını yandırardı. Mənim gəncliyim o ocaqların söndüyü bir dövrə düşdü. Hər gün bir kəndin ocağı sönürdü. Hər gün bir ailənin ocağı sönürdü. O gündən bu günə hara getsəm, mütləq bir ocaq qalayıram. O nənəmin nağılını mənə xatırladır o. O xeyir-dua ocağını. Uzun illər çox suallarımın cavabını axtarmışam. Ən çox da müharibəni anlamağa çalışmışam ki, mümkündür ki, görəsən dünyada daim insan sülh və barış içində yaşasın. Çünki insanlığın ən dəhşətli faciəsidir müharibə. Mən istəmirəm bir də müharibə olsun. Mən istəmirəm bir də daha müharibə olsun. Mən bu günləri bilmirəm, sevindim yoxsa ağlayım, bilmirəm. Çünki onları xatırlamaq, yenidən yaşamaq çox çətindir. Amma sevinirəm ona görə ki, bir qalib ölkənin qalib qadını kimi, qalib vətəndaşı kimi mən Hadrutda azad gəzə bilirəm. Ana qəlbim odlanır, söz düşəndə davadan. Ana qəlbim odlanır, söz düşəndə davadan. Bəs deyilmi ey insanlar, töküldü qan, axdı qan. Bəs deyilmi ana torpaq, su içdi göz yaşından. Yer üzündə dost olsun, gərək insan insanın. Qəlbimdəki bu arzular, arzusudur zamanın. Mən anayam, bu səsimdə yerin göyün dərdi var. Sülhə gəlin ey insanlar,
yoxsa dünya məhv olar. Mən anayam, bu səsimdə yerin göyün dərdi var. Sülhə gəlin ey insanlar, yoxsa dünya məhv olar. Sülhə gəlin ey insanlar, yoxsa dünya məhv olar.